sual edən soruşur ki, hər hansısa böyük bir fitnənin baş verməsinin qarşısını almaq üçün bildiyim bir şeyə yalandan Allaha and içərək bilmirəm deyə bilərəmmi? İlk öncə bilməmiz lazım olan məsələ budur ki, Allah Azza və Cəlləyə yalandan and içməyin hökmü nədir? Həmd olsun Allaha, aləmlərin Rəbbinə ki, Allah Azza və Cəllə bizlərə sadiqliyi əmr edib və sadiq olmağı, doğru danışmağı əmr edib və yalanı bizə qadağan edib, yalandan çəkindirib. Allah Azza və Cəllə andları bizim insanların arasında əmanət olaraq qoyub, oyuncaq olaraq deyil. Allah Azza və Cəllə andları vacib edib, məhəbbət, sevgi, doğruluq üzərində olmağa, allatma, yalan üzərində bir iş qurulmasına, işin getməsinə bir vasitə eləməyib. Onun üçün bütün qardaş və bacılarım, insan bilməlidir ki, Allah Azza və Cəlləyə yalandan and içmək böyük kəbair günahlardan, əzəmətli günahlardandır. Hansı ki, həmin bu günah Allah Azza və Cəllənin qəzəbini insanın üzərinə vacib edər. İnsan Allah Azza və Cəlləyə yalandan and içdiyi zaman həmin şəxs Allah Azza və Cəllənin adını, əzəmətli adını öz batil istəyi uğrunda və yaxud da hər hansısa bir yalan işdə işlətmiş olur. Allah Azza və Cəllənin adının vasitə tutularaq öz istər mənfəətləri olsun, istərsə də hər hansısa bir batil işləri olsun, həmin yerlərdə işlətmək haramdır və bu icazəli deyildir. Maida surəsinin 6-cı ayəsində Allah Azza və Cəllə bizlərə bunun icazəli olmadığını və xüsusən də kəffarəyə səbəb olduğu barədə bizə xəbər verib. Qardaşlarım, Uca Allah Maida surəsinin 89-cu ayəsində buyurur ki, Allah sizi qəsdiniz olmadan içdiyiniz andlara görə cəzalandırmaz. Lakin o sizi qəsdən içdiyiniz andlara görə cəzalandıracaqdır. Və bunun kəffarəsini bizə xəbər verir. Bunun kəffarəsi ailənizə yedizdirdiyiniz orta hesab dəyərində olan miskin yedizdirməkdir. Yaxud 10 miskin geyindirmək, yaxud da bir kölə azad etməkdir. Bunları tapmayan kəs isə 3 gün ardıcıl oruç tutmalıdır. Bu, istəyiniz andların kəffarəsidir. Və Allah Azza və Cəllə bizə deyir ki, andlarınızı qoruyun. Yəni, insan bu andı özü ilə digər insanlar arasında əmanət olduğu halda oyuna çevirməməlidir. Öz məqsəd və istəklərinə aparan bir yol etməməlidir. Allah öz ayələrini sizə belə bəyan edir ki, bəlkə şükr edəsiniz. Bu ayədən gördüyümüz qardaşlarım, Allah Azza və Cəllə insanın qəsdli olaraq bilərəkdən and içmiş olduğu yalan andlarına görə onu cəzalandıracağını xəbər verir. Maida surəsinin 89-cu ayəsi. Və həmçinin yalan andın bir çox zərərləri vardır ki, insana qaydar. Birinci zərərlərdən və çoxdur bu zərərlər, lakin bunlardan bir neçəsini qeyd edib saymaq istəyirəm ki, bizi eşidən, dinləyən qardaş və bacılarımız bu məsələdə diqqətli olsunlar. Birinci, Allah Azza və Cəllənin insana qəzəblənməsidir. Yalan and içmək insanın üzərinə Allahın qəzəbini vacib edər. Və bu, qardaşlarım, böyük kəbair günahlardandır, hansı ki, əgər insan tövbə etməzsə, Allahdan bağışlanma diləyib yalvarmazsa, bağışlanması üçün və bu məsələdən, bu işdən qayıtmazsa, ona rəhmət qapılarının bağlanmasına gətirər. İkinci, qardaşlarım, zərərlərindən insan öz etibarını itirir. Yalandan and içən, öz dostlarının, yoldaşlarının, insanların, onu tanıyanların yanında etibarını itirir. Ona olan hörməti itirir və hər bir zaman üçün həmin şəxs şübhəli, sözünə güvən olmayan şək mənbəyinə çevrilir. Bax, bir adama insan hər hansısa bir səbəbdən yalan danışarsa və xüsusən bu yalanını andla gücləndirərsə, sonra o yalanın bir zaman üzə çıxdığı zaman həmin şəxslərin yanında and içən etibarsız birinə çevrilir. Etibarsız biri olaraq insanların gözündə olur. Dediyi hər sözə insanlar şübhə ilə yanaşır və onun hər hansısa bir vaxt üçün yalan deyəcəyini güman edirlər. Sonra isə üçüncü zərərlərindən insanın nəfsini şiddətli bir və dəhşətli bir halda narahat edir.
Kim ki həqiqətən yalandan, batil üzərində and içibsə, qarşıdakını Allahın adını çəkərək andla alladıbsa, daim nəfsində onun tədərcinlik olur, peşmançılıq olur, qəlb sıxıntısı olur və daimi peşmançılıq hiss eləyir. Onun üçün həmin insan özündə məcburiyyət duyur, bunu özündə, nəfsində rahatlatmaq üçün kimdənsə elm tələbələrinə, alimlərə, bu işi bilənlərə sual verməyə. Birinə sual verir, nəfsi rahat olmursa ikincisinə verir, üçüncüsünə verir. Çünki bu yalandan and içmək onun nəfsində şiddətli bir narahatlıq aparır və daimi narahatlıq üzərində həmin insana edir. Və həmçinin dördüncü zərərlərindən cəmiyyət içərisində əxlaqın pis şey üzərində cəm olmasına böyük bir təsir edir. İnsanların cəmiyyətdə əmanətə, sadiqliyə güvənməməsinə, yalanın, xəyanətin yayılmasına aparır. Amma Allah Azza və Cəlləyə and içməkdən, yalandan və həm xüsusən də yalandan çəkinməyin böyük faydaları var. İnsan Allah Azza və Cəllənin razılığını qazanar. Yalandan and içməyi tərk edərsə, yalanı tərk edərsə, andına vəfalı olarsa, həm qulların, həm də Allahın razılığını qazanar, Allahdan bərəkət edər. Və həmçinin insanın öz nəfsi rahat olar. Və həmçinin cəmiyyət qorunar, yalandan, fəsaddan, fitnələrdən və insanlar ona güvənər. İnsanın nəfsi daim rahat olar və həmçinin insan axirətdə də böyük əcrlər qazanar. Və həmçinin qardaşlarım, alimlərə baxdığımız zaman onların sözlərindən görürük ki, bu işin nə qədər böyük, nə qədər lazımsız bir iş olduğu və nə qədər təhlükəli bir iş olduğu görünür. İmam Qurtubi rəhməhullah bu işin böyük kəbair günahlardan olduğunu, kəffarə gərəkdirdiyini deyir. İmam Navavi həmçinin və müasir alimlərdən Şeyx bin Baz, Şeyx Fovzan və Şeyx bin Ütheymin batilən, yalan, and içmək böyük günahlardandır, insanı tövbə gərəkdirər və həmçinin həmən gecikmədən tövbə etməyi insanın üzərinə vacib edər. Və son olaraq tövsiyə etmək istədiyim qardaşlarıma və bu işdə həddini aşanlara, bu işi özlərinə adət edənlərə tövsiyəm budur ki, Allahdan qorxsunlar, tövbəyə tələssinlər, nasuh tövbəyə, Allahdan bağışlanma diləsinlər, sadiq qəlblə və həmçinin Maidə surəsinin 89-cu ayəsində gələn kəffarəni yerinə yetirsinlər. 10 miskini yedizdirsinlər və yaxud 10 miskini geyindirsinlər və yaxud bir qul azad etsinlər. Yox, əgər bir insan bunları bacarmırsa, əgər bunları etməyə, 10 şəxsi yedizdirməyə, geyindirməyə və yaxud da qul azad etməyə imkanı yoxdursa, o zaman 3 gün oruç tutsun. Və insan bu günahını daim özü üçün dərs etməlidir. Bu ona dərs olmalıdır. İnsan qaçmalıdır Allahın adını batildə işlətməkdən, Allahın adı ilə mənfəət əldə etməyi istəməkdən və insan həris olmalıdır sadiq olmağa, sözündə, əməlində, bütün işlərində. O zaman vallahi sadiqlik insanın bədəninə, qəlbinə rahatlıq gətirər. Ətrafdakıları səndən əmin edər. Bu yalan danışmaz, yalandan and içməz. Bu öz sözündə yalan danışmaz deyə insana sadiqlik gətirər. Ona qalmış ki, Allahın adını çəkərək yalan danışsın. Onun üçün tövsiyəm budur ki, insan bu şeylərdən, bu kimi şeylərdən qaçsın, kənar dursun. Və alimlər deyir ki, əgər insan suala gəldikdə isə məcbur olaraq fitnədən, istər özünə gələcək bir zərərdən, istər başqasına, istər hər hansısa bir şəxsin ölümünə gətirə biləcək və yaxud da bu böyüklükdə olan fitnələrə səbəb olacaq bir şeylər baş verərsə, o zaman and içməsinin icazəli olmasını, lakin yenə də məcbur qaldığı səbəb olsa belə, şərii, mübərriri ona bəraət qazandıran bir hal olsa belə, yenə də Allahdan bağışlanma diləməli, Allaha tövbə etməli, günahından səmimi qəlbdən tövbə edib çəkinməli və bir daha bu işə qayıtmamalıdır. Və yenə də alimlər deyirlər ki, ehtiyat olaraq bu yalan anddır, kəffarəsini də ödəməlidir. Allah daha gözəl bilir.